Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 17-ci gününə çatdıq. Ayın yarısını geridə qoyduqca orucun fiziki yorğunluğu bədənimizə çökməyə başlayır. Lakin məhz indi ən dərin mənəvi oyanış anı gəlib çatır. Dünyanın yatdığı o sakit imsak saatlarında biz varlığımızın ən böyük fəlsəfi sualı ilə üz-üzə qalmağa məcburuq. Biz etdiyimiz əməlləri əslində kimin üçün edirik? Əziz və dəyərli izləyicilər, biz zahiri görünüşə, səthə aludə olmuş bir dünyada yaşayırıq. Biz mənəviyyatımızı neçə nəfərin namazımızı görməsi ilə, nə qədər sədəqə verdiyimizi elan etməyimizlə və cəmiyyətin gözündə nə qədər salih görünməyimizlə ölçürük. Lakin əməllərimizin səthinin altında gizlənən dəhşətli bir həqiqət var. Uca yaradan əməlin böyüklüyünə deyil, onun arxasındakı o mikroskopik, görünməz niyyətə baxır. Bu gecə imsakin o mistik sükutunda göylərin qapıları bütün maskalarımızı cırıb atan bir dua üçün açılır. Bugün biz 17-ci günün nəfəs kəsən duasını, açıqlamaya ehtiyacı olmayan, qəlblərin ən güclü sirlərini bilən Allaha fəryadı kəşf edəcəyik. Sizinlə içimizdəki riyanın, yəni göstərişin necə səssiz və fərqinə varılmayan bir xəstəlik olduğunu bəyan edən qaranlıqdakı qara qarışqa hədisinin dərinliyini öyrənəcəyik. Gecələr Mədinənin yoxsullarına gizlicə yemək daşıyan, heç kimin tanımadığı o sirli adamın vəfatından sonra onun kürəyində tapılan qara yara izlərinin insanı ağladan o böyük sirrinə şahid olacaqsınız. Dünyanın sərvətini rədd edib, mən bunun üçün sənə tabe olmadım deyərək, sırf Allah üçün şəhadəti seçən o bədəvinin ürəkləri titrədən hekayəsini eşidəcəksiniz. Və İmam Əlinin, əleyhissalam, təmiz niyyət və ixlas haqqındakı o qan donduran hikmətinə vaqif olacaqsınız. İnsanların təsdiqinə, tərifinə olan ehtiyacınızı bir kənara atın. Sizi özünüzdən daha yaxşı tanıyan tək varlıqla birbaşa danışmağın vaxtı gəldi. Ramazanın 17-ci günü imsaqa oyanıb sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman İslam alimləri bizə özümüzü aldatmağa heç bir yer qoymayan bir dua öyrədirlər. Bu dua Allahın mütləq elmini və hər şeyi gördüyünü etiraf etməkdir. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq və psixoloji dərinliyini anlayaq. Allahümmə hdimi fihi li salihil a'mal. Yəni, Allahım, bugün məni salih və gözəl əməllərə doğru yönəlt. Vaqdiri fihil havaicə vəl-a'mal. Və bugün mənim ehtiyaclarımı və arzularımı həyata keçir. Yə mən la yəhtacu ilə təfsiri və sual. Ey heç bir təfsirə, açıqlamaya və suala ehtiyacı olmayan Rəbbim. Yə alimən bimə fi suduril aləmin. Ey aləmlərin, bütün insanların sinələrində, qəlblərində olanları tam olaraq bilən. Bu duanın ikinci hissəsinə çox diqqət edin. Biz deyirik, ey heç bir açıqlamaya ehtiyacı olmayan. Biz nə qədər tez-tez öz əməllərimizi insanlara əsaslandırmağa, onları təmiz niyyətli olduğumuza inandırmağa çalışırıq. İmsakda biz bu yorucu tamaşadan əl çəkirik. Biz Allaha bəyan edirik, sən bunu niyə etdiyimi tam olaraq bilirsən, mənim sənə özümü izah etməyimə ehtiyac yoxdur. Mənim sadəcə sənin qəlbimi təmizləməyinə ehtiyac var. Bəs qəlbimizdəki niyyətin kirləndiyini, ibadətimizə başqalarının tərifini qatdığımızı necə bilə bilərik? Biz çox vaxt riyanı, yəni göstərişi sadəcə açıq-aşkar lovğalıq etmək kimi anlayırıq. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm riyanın necə səssiz bir xəstəlik olduğunu elə bir bənzətməklə ifadə etmişdir ki, bu sözlər insanı dəhşətə gətirir. Rəsulullah sallallahu aleyhi və səlləm səhabələrinə tərəf dönərək buyurdu. Ey insanlar, bu gizli şirkdən, riyadan, göstərişdən qorunun. Allaha and olsun ki, o, qaranlıq bir gecədə, qara bir qayanın üzərində gəzən qara bir qarışqanın ayaq səsindən daha gizlidir, daha hiss edilməzdir. Subhanallah, fəlsəfənin böyüklüyünə baxın. Gecənin zülmət qaranlığı, qaya qapqara, qarışqa qapqara. Siz o qarışqanı görə və ya səsini eşidə bilərsinizmi? Xeyr, göstəriş də qəlbə məhz belə girir. Siz namaz qılırsınız, birdən otağa kimsə daxil olur. Fərqinə belə varmadan səsinizin tonunu gözəlləşdirirsiniz. Rükunu biraz daha uzun tutursunuz. Heç kimə demirsiniz, amma qəlbinizin ən dərin yerində görsünlər ki, mən necə təqvalıyam düşüncəsi o qara qarışqa kimi gəzinir və o qarışqa sizin dağlar boyda ibadətinizi yeyib bitirir.
17-ci günün duası məhz o qara qarışqanı qəlbdən söküb atmaq üçündür. Göstəriş xəstəliyindən qurtulmağın yeganə yolu Allahdan başqa heç kimin bilməyəcəyi xalis əməllər etməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurmuşdu: Ən xeyirli sədəqə sağ əlin verdiyini sol əlin bilmədiyi sədəqədir. Bəs bunu həyatda necə tətbiq etmək olar? İslam tarixində İmam Əlinin əleyhisselamın nəvəsi İmam Zeynalabidinin həyatından gələn bu möhtəşəm hadisə səmimiyyətin və ixlasın bəşər tarixindəki ən mütləq zirvəsidir. İllər boyu Mədinə şəhərindəki 100-ə yaxın kasıb və yetim ailənin qapısının ağzına hər gecə kimsəsizlik içində, qaranlıqda un və çörək dolu kisələr qoyulurdu. Kasıblar səhər oyananda yeməyi tapırdılar, amma bunu kimin gətirdiyini, bu sirli adamın kim olduğunu bütün Mədinə əhli axtarsa da heç cür tapa bilmirdilər. O adam qaranlıqda gəlir və kölgə kimi yoxa çıxırdı. Bir gün Mədinənin ən abid, ən çox ibadət edən şəxslərindən biri olan İmam Zeynal Abidin əleyhisselam vəfat etdi. Bütün şəhər yasa batdı. Lakin onun vəfatından dərhal sonra o 100 kasıb ailənin qapısına gələn o gizli yeməklər qəfildən kəsildi. İnsanlar şokdaydılar. Onu dəfn etmək üçün mübarək cəsədini yumağa başlayanda yuyucular donub qaldılar. İmamın o zəif kürəyində və çiynillərində qapqara, dərin yara və qabarlar var idi. Sanki ağır bir yük altında əzilmişdi. İnsanlar heyrətlə soruşdular: Bu yara izləri nədir? O axı heç vaxt ağır işdə işləməyib. O zaman həqiqət bütün çılpaqlığı ilə ortaya çıxdı. O sirli adam İmam Zeynal Abidin idi. O, etdiyi əməlini o qədər gizli saxlamışdı. İnsanların tərifindən və alqışından o qədər qaçmışdı ki, o ağır un kisələrini hər gecə öz kürəyində daşıdığını öz ailəsinə belə bildirməmişdi. O qara yara izləri qəlbini qara qarışqadan qoruyan bir insanın Allah qarşısındakı ən gözəl şərəf nişanları idi. Baxın, ixlas budur. Sağ əlin verdiyini, sol əlin bilməməsi budur. 17-ci gün imsakda dua edərkən Rəbbinizdən bu səmimiyyəti istəyin. Qoyun insanlar sizin yaxşılığınızı bilməsinlər. Təki mələklər sizin gizli gözyaşlarınızı və gizli sədəqələrinizi tanısın. Bəs həyatımız bahasına da olsa, saf niyyətimizi qoruya bilərikmi? Dünyanın ən böyük sərvəti qarşımıza qoyulanda belə, mənim məqsədim bu deyildi deməyə cəsarətimiz çatarmı? Rəvayət edilən bir bədəvinin hekayəsi, ixlasın, yəni səmimiyyətin, insan ruhunu necə şərəfləndirdiyinə dair kainatın ən böyük dərslərindən biridir. Bir bədəvi, yəni səhra ərəbi, Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləm yanına gəlib İslamı qəbul etdi və ondan heç vaxt ayrılmayacağına söz verdi. Xeybər döyüşündən sonra müsəlmanlar böyük bir qənimət, böyük bir sərvət əldə etdilər. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm qəniməti böləndə bu bədəvinin də payını ayırdı və səhabələrlə ona göndərdi. Bədəvi ona verilən bu qızıl gümüşü görəndə təəccübləndi. O qəniməti götürüb birbaşa Peyğəmbərin hüzuruna gəldi və pulları onun qarşısına qoyaraq tarixin unuda bilməyəcəyi o sözü dedi. Ya Rəsulallah, mən sənə bu mallar üçün, pul üçün tabe olmadım. O, əli ilə boğazını göstərərək əlavə etdi. Mən sənə ona görə tabe oldum ki, tam buramdan bir ox yiyim və şəhid olub cənnətə girim. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onun bu mütləq səmimiyyətinə baxıb buyurdu: Əgər sən Allaha qarşı sadiq, səmimi olsan, Allah da sənə sadiq olar, istədiyini verər. Bir müddət sonra yeni bir döyüş başladı. Döyüş bitəndə səhabələr bir nəşin üstünə toplaşmışdılar. Rəsulullah yaxınlaşdı və gördü ki, bu həmin bədəvidir və o, tam barmağı ilə göstərdiyi yerdən, boğazından ox yiyərək şəhid olmuşdu. Niyyətindəki zərrə qədər ixlas onu tam istədiyi zirvəyə çatdırmışdı. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm o qədər duyğulandı ki, öz cübbəsini çıxarıb onu kəfənlədi. Onun üçün şəxsən dua etdi və Allaha belə səsləndi: Ya Rəbbi, bu qulun sənin yolunda səmimi oldu. Sən də onun sözünü gerçəkləşdirdin. Mən buna şahidəm. Baxın, ixlas budur. Allah sizin nə istədiyinizi, qəlbinizin nə üçün döyündüyünü bilir. 17-ci günün duasında ey sinələrdə olanı bilən deyəndə, o bədəvinin boğazını göstərərkən keçirdiyi o səmimiyyəti Allahdan istəyin. Kameralar çəkəndə, ailəniz baxanda və ya cəmiyyət sizdən bunu gözləyəndə salih və yaxşı insan olmaq çox asandır.
Bəs siz tamamilə tək qalanda, sizi heç kim görməyəndə kimsiniz? İmam Əli əleyhissalam Nəhcül Bəlağədə ixlasın fəlsəfəsini elə incəliklə parçalayır ki, ruhumuzun əsl vəziyyətini bizə bir ayna kimi göstərir. O, sarsıdıcı bir dəqiqliklə buyurur: Xalis, saf əməl odur ki, ona görə Allahdan başqa heç kimin səni tərifləməsini istəməyəsən. Sonra isə o, insanların təsdiqini axtarmaq adlı o gizli xəstəliyin, riyanın əlamətlərini belə xəbərdar edir. Münafiqin, ikiyüzlünün 3 əlaməti var. O, tək olanda tənbəllik edər, ibadətdən qaçar. İnsanların yanında olanda canfəşanlıq edər, aktiv olar. Təriflənəndə isə əməlini artırar, pislənəndə, qınananda azaldar. Bu, psixologiyanın ən böyük testidir. Otağınızda tək olanda namazı daha sürətli qılırsınız? Sadəcə kimsə baxanda sədəqə verirsinizmi? Əgər bizim ibadət enerjimiz insanların alqışına görə artıb azalırsa, biz çox böyük bir təhlükənin içindəyik. Bugün ssenarimizin tam bu nöqtəsində bir anlıq dayanaq və özümüzə sual verək. Cəmiyyəti, qonşuları, qohumları razı salmaq üçün yaşamaq bizi yormadımı? Görünüşümüzü, ibadətimizi, danışığımızı başqalarının bizi necə mühakimə edəcəyinə görə tənzimləmək ruhumuz üçün ən ağır zəncirdir. Allah bizdən bu qədər mürəkkəb olmağımızı istəmir. İxlas və səmimiyyət əslində azadlıqdır. Siz 17-ci günün duasında Rəbbinizə sənin açıqlamaya ehtiyacın yoxdur deyəndə, əslində özünüzə bu azadlığı verirsiniz. Artıq heç kimə özümü sübut etmək məcburiyyətində deyiləm. Qoyun cəmiyyət sizin xəsis olduğunuzu düşünsün. Yetər ki, Allah sizin gizlicə verdiyiniz sədəqəni bilsin. İnsanların alqışı da, qınağı da bu dünyada qalacaq. Sizinlə gedəcək tək şey isə o qaranlıq qayadakı qara qarışqadan qoruya bildiyiniz təmiz niyyətinizdir. İndi dərindən, aramla bir nəfəs alın. Dünyanı heyran etmək, insanlara özünüzü sübut etmək kimi o yorucu və ağır yükü üzərinizdən atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. 17-ci gecənin ayının işığı varlığınızın həqiqətini aydınlatmaq üçün süzülür. Biz mütləq səmimiyyət və ixlas günlərindəyik. Birincisi, izləyiciləri tərk edin. 17-ci günün duasını pıçıldayın. Ya mən la yəhtacu ilət təfsiri və sual. Yəni, ey açıqlamaya ehtiyacı olmayan Rəbbim. Öz dəyərinizi, hətta öz nəfəslərini belə idarə edə bilməyən insanlara sübut etməkdən əl çəkin. Tamamilə maskasız, bəzəksiz qəlbinizi yalnız Yaradana təqdim edin. İkincisi, ixlas zərrəsini qoruyun. İmam Zeynəl Abidinin kürəyindəki o yara izlərini xatırlayın. İnsanların sizi mədh etməsindən, ibadətlərinizin görünməsindən qorxun. Yaxşı əməllərinizi də ən az günahlarınızı gizlətdiyiniz qədər ehtirasla gizlədin ki, o qara qarışqa qəlbinizə girməsin. Üçüncüsü, onun mütləq elminə güvənin. Bədəvinin boğazını göstərərək etdiyi o səmimi fəryadı xatırlayın. Rəbbinizlə bütün müqavilələrinizi daxilinizdə bağlayın. O, sizin qəlbinizdəki o təmiz ateşi görür. Siz bu dünyanın səhnəsində oynayan bir aktyor deyilsiniz. Siz imsakın nuru ilə bələdləşdirilmiş, Rəbbi ilə mütləq və gizli bir ünsiyyət üçün seçilmiş xüsusi bir bəndəsiniz. Əgər bu video qəlbinizə bir aydınlıq gətirdisə, niyyətlərinizi təmizləmək və Rəbbinizə heç bir maska olmadan tam səmimi bir addım atmaq üçün sizə cəsarət verdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, Ramazanın bu mübarək günlərində bu mənəvi dərinlikləri birlikdə kəşf edək. Və rəy bölməsində qəlbinizi yalnız onun üçün təmizlədiyinizi bəyan etmək məqsədilə bu cümləni yazın. Allahım, sən sinəmdə gizlənənləri ən yaxşı bilənsən. Qəlbimi qara qarışqa kimi gəzinən riyadan təmizlə, gizli əməllərimi qəbul et və məni yalnız sənin rizan üçün yaşayan ixlaslı qullarından eylə. Oruclarınız qəbul, gizli dualarınız müstəcab və qəlbiniz daim nurla dolu olsun.
Allahümme salli ala seyyidina Muhammed və ala ali seyyidina Muhammed. Hələlik, Allah amanında.